Əlbəttə tətbiq oluna bilər. Niyə tətbiq oluna bilər? İlk öncə bunu açıqlayım. Bələdiyyə qurum olaraq tərkib etibarilə yerli özünü idarə etmə orqanıdır. Adından da məlum olduğu kimi bələdiyyənin bütün işləri icma ilə birgə qurulmalıdır. Yəni başqa cür bələdiyyəni təsəvvür etmək mümkün deyil. Bugünkü gündə bələdiyyələrin icma ilə ən böyük fəaliyyətlərindən biri qəbristanlıqların qorunması və saxlanılması sahəsindədir. 2018-ci ildən başlayaraq qəbristanlıqlar bələdiyyələrə təhvil verilməyə başlanılıb. Lakin təhvil təslimdə əmlak məsələləri dövlət xidmətinin yaratdığı müəyyən problemlər səbəbindən bu təhvil təslim tam həyata keçirilə bilməyib və müvafiq sənədləri bələdiyyəyə təqdim olunmayıb və bizim qəbristanlıqlar üzərində mülkiyyət hüququmuz hələ də dövlət reyestrində qeydiyyata alınmayıb. Bu qeydiyyata alınma prosesi yubandığından biz hər hansı belə deyək, dəfn xidmətləri müəssisəsinin yaradılmasında böyük problemlərlə üzləşirik. Bu tip müəssisələri yalnız respublikada fəaliyyət göstərən böyük şəhər bələdiyyələri yarada biliblər. Digər bələdiyyələrin hələ ki bunu yaratmaq üçün bir şansları yoxdur. Buna görə də biz qəbristanlıqların qorunması sahəsində birbaşa olaraq icma ilə əməkdaşlıq aparırıq. Bu sahədə də əsasən kəndlərdəki din xadimləri, müəyyən dini ayinlərin icraçı olan şəxslərin köməyindən daha çox istifadə edirik. İstər qəbristanlıqların saxlanılması, qorunması, onların hasarlanması, aylıq, rüblük, 6 aylıq və illik iməcliklərin aparılması, bütün bu məsələlər icma ilə birgə aparılır. Eyni zamanda gördüyümüz istər yol, istər su, istər digər bütün məsələlər də olur olsun, icmanın köməyi bizə mütləq lazımdır. Ona görə lazımdır ki, biz hər hansı bir işi görmək üçün müəyyən vəsait xərcləyirik. Orada müəyyən işçi qüvvəsinə ehtiyac olur, müəyyən mühəndis işlərinə ehtiyac olur. Kəndlərdə bu işləri bacaran kifayət qədər şəxslər var. Həmin insanlar bizə bu işləri görməyə kömək elədikcə, biz müəyyən vəsaitə qənaət edə bilirik. Və qənaət etdiyimiz vəsait hesabına biz əlavə bir iş görə bilərik. Yəni, bu məsələdə icmanın köməyi əvəz olunmazdır. Doğru və gənclərin sosial aktivliyini artırmaq və onların kəndi inteqrasiyası istiqamətində hansı işlər görülür? Bu işlər istiqamətində əsasən onu deyə bilərəm ki, bələdiyyələr 99-cu ildən bəri fəaliyyət göstərir. Ondan öncəki bələdiyyələrimizin və bugünkü gün özümü də daxil edirəm. Ora işə birgana yanaşması nəticəsində vətəndaşların, gənclərin bələdiyyəyə olan müraciətləri müsbət cavablar ala bilməməsi nəticəsində bir 10 il, 5 il bundan öncə bizi gördüyümüz səhnə ondan ibarət idi ki, gənclərimiz sürətli şəkildə kənddən şəhərə inteqrasiya edildi. Yəni, bugün biz bu məsələlər üzərində çox güclü işlər apardıq və gənclərin asudə vaxtlarının yaxşı keçirilməsi məqsədilə internetin çəkilməsi, yollarımızın çəkilməsi kimi məsələlərlə gənclərimizi kəndə cəlb etmək məqsədilə bu son neçə illər ərzində, 3 il ərzində onu deyə bilərəm ki, İSPİQ bələdiyyəsindən şəhərə inteqrasiya halları baş vermir. Bugünkü günümüzdə gənclər maraqlıdırlar ki, şəhər həyatından yox, məhz kənd həyatında yaşasınlar və bu işlərimiz mənə elə gəlir ki, uğurlanırlar. İnşallah ki, bu işlərimizi davam etdirəcək. Yəni, gənclərimizlə daha sıx əlaqələr yaratmağa çalışırıq. Yəni, gənclərimizin hansısa bir işi görməsi istəməsində ona biz problemlər yox, daha onun yolunu açıqlanması kimi işlər görürük. Yəni, bu da mənə elə gəlir ki, uğurlanır. İSPİQ kəndində yerli biznesin dəstəklənməsi və inkişafı üçün hansı imkanlar var? Ta qədimdən İSPİQ bələdiyyəsi duluzçuluqla məşğul olur və bunun əsas dolanışığı məhz duluzçuluqla olur. Buna bizim torpağımızın buna əlverişli olduğu aşkarlanır. Qonşu Törəkədən bələdiyyəsində də bu işlər hal-hazırda görülməkdədir. Yəni, bu məqsədlə biz bu işlə saxsı qabları emalı sexi yaratmaq gündəlik planımızdadır. Və bununla paralel olaraq iri buynuzlu heyvanların saxlanması məqsədilə İSPİQ bələdiyyəsi ərazisində böyük bir ferma tikintisi nəzərdə tutulub. Bununla bağlı dövlət qurumu